mətnin məzmununa əsasən nöqtələrin yerinə hansı fikir yazıla bilər? Deməli, indi al, onun cildində yazılan yazını oxu. Rəddin alıb oxudu. Biz mətnin məzmununa əsasən buradakı nöqtələrin yerinə hansı fikir yazıla bilər, onu müəyyən etməliyik. Yəni, dolayısıyla Nurəddinin boyundan asılan deməli, kitabdan söhbət gedir. Oğlum, bu kitabın əhvalatını bilirsənmi? Bəli, atam söyləyibdir deyə Nurəddin cavab verdi. Həmin o kitabın içərisində, yəni balaca bir kitabın içərisində nə yazılıb, biz onu mətnə əsasən müəyyən etməliyik. Biz nöqtələrdən sonra gələn abzasa nəzər yetirməklə bunu rahat şəkildə müəyyən edə bilərik. Deməli, oğlum, o Rəhim mənəm. O zaman 300 manat itirib körpünün üstündə ağlayan Rəhiməm. Sənin atan Hacı Nəsir mənə bir yaxşılıq etmişdi. İndi onun borcunu qaytarıb sən oğluna verirəm, dedi. Bizim övladımız yoxdur. Hər kəs səni indi evinizə göndərsəm, Gülpəri Qəyyumoğluna görə səni yenə yanına aparacaqdır. Yəni, göründüyü kimi, burada artıq Rəhim ona edilən yaxşılığın əvəzini qaytarmağa çalışır. İndi biz bu məsələyə Hacı Nəsir nəzərindən baxmalıyıq. Deməli, Abənlə baxaq. Yaxşılıq elə, balığı at dəryaya. Balıq bilməsə, xalıq bilər. Yəni, sən bir kiməsə yaxşılıq elə, onu əgər etdiyin, belə deyək, yaxşılıq etdiyin insan bilməsə belə, onu Allah bilər. Mətnin əvvəlindən də gördük ki, Hacı Nəsirin deməli, Rəhimə yardım etməsindən söhbət getdi. Deməli, Hacı Nəsir yaxşılıq eləyir Rəhimə. Biz Abənlə verilən fikri nöqtələrin yerinə yaza bilərik. Yaxşılıq elə balığı at dəryaya, balıq bilməsə xalıq bilər. Biz gördük ki, Rəhim də bu yaxşılığı bildi. Onun əvəzində deməli, Hacı Nəsirin oğlu Nurəddinə sahib çıxdı. Deməli, A bəndi yazıla bilər. B bəndinə baxaq. Yamanlığa yaxşılıq ər kişinin işidir. İmza Rəhim. Yəni, burada Rəhimə hər hansı bir yamanlıqdan söhbət getmədi. C bəndi. Vura bilməyən daşın böyüyündən yapışar. Yəni, mətnlə əlaqəsi yoxdur. D bəndi. Gözəllik qarın doyurmaz. Yəni, burada mətndə də hər hansı bir gözəllikdən söhbət getmir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Biri Rəhim obrazına aid edilə bilməz. A bəndi. Qabiliyyətli insandır. Deməli, bu fikir doğrudur. Mətnə əsasən bunu necə izah edə bilərik? Hacı Nəsirdən aldığı puldan maya tutub ildən ilə alış-verişinin dairəsini artırır. Sonralar dəri alış-verişinə girişir. İşinin xatiri üçün Buxaraya köçür. 3-4 ilin ərzində Rəhmin işi tutub yaxşı qazanmışdı. Sonradan hansı ki Rəhmənin vətəninə köçür. Burada da işlər rast gətirib tərəqqiyə başlayır. Yəni, deməli ki, o öz ticarətini bacarıqla idarə eləyirdi, yaxşı gəlir əldə eləyirdi. Bu isə onun qabiliyyətli insan olduğunu deməyə əsas verir. B bəndi. Edilən yaxşılığı unutmur. Bəli. Necə ki, Hacı Nəsir Rəhmə kömək eləmişdi, ondan belə deyək də, çətin vəziyyətdə olarkən ona əl tutmuşdu. Bunun əvəzində isə o Hacı Nəsirin oğlu Nurəddinə sahib çıxdı, Nurəddini Edadu məktəbinə qoydu. Deməli, edilən yaxşılığı unutmur. C bəndi. Nurəddinə böyük dəyər verir. Aydın məsələdir, əgər onu məktəbə qoyursa, onun yanında qalmasını, başqa yerə getməsini istəmirsə, deməli, ona böyük dəyər verir. D bəndi. Baharın yaxşı insan olmadığını düşünür. Yəni, burada Baharın onların yanına gəlməsini təklif eləyən Rəhimin özü idi. Yəni, Baharın yaxşı insan olmadığını düşünür, nəticəsində təbii ki, gələ bilmərik. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnə əsasən cədvəli doldurun. Deməli, səbəb. Rəhim təklif edir ki, Bahar onların yanına gəlsin. Deməli, bizim övladımız yoxdur. Hər yaz səni indi evinizə göndərsəm, Gülpəri Qəyyumoğluna görə səni yenə yanına aparacaqdır. Bahar səni mühafizə edə bilməz, çünki o bir qulluqçu adamdır. İndi sən razı olsan, Bahara da yazaram, gələr. Deməli, bu Rəhimin təklifidir. Nəticədə Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bugün də Nurəddin üçün yeni bir məişət başlandı. Deməli, A bəndində deyir ki, Rəhimə buna etiraz edir. Mətnə əsasən görürük ki, belə bir nəticə yoxdur. Deməli, B bəndi. Nurəddin Rəhimin yanında qalmağa razı olur. Bəli,
Nurəddin başına gələnləri nağıl edir. Xeyr, Nurəddin sağalıb ayağa durur. Bunun da deməli verilən səbəblə heç bir əlaqəsi yoxdur. Ümumi mətnin əvvəlki hissəsinə də nəzər yetirdiyimiz zaman görürük ki, artıq Nurəddin Rəhimin yanından getmək istəyirdi. Ancaq artıq Rəhim Baharın bura gəlməsini təklif etdikdən sonra Nurəddin Rəhimin yanında qalmağa razı olur və onun həyatında deməli yeni bir məişət başlanır. Deməli sualımızın düzgün cavabı B bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? A bəndi. Rəhim nə səbəbə özünü xoşbəxt hesab etmirdi? Deməli, birinci abzasda deyir ki, 3-4 ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı. Ancaq övladları qırılıb vərəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Yəni, onun övladları sağ qalmırdı, övladı yox idi deyə özünü xoşbəxt hesab etmirdi. Deməli, bu sualın cavabı mətndə vardır. B bəndi. Gülpəri Nurəddinə hansı pislikləri etmişdi? Mətnin məzmununa nəzər yetirdiyimiz zaman hiss olunur ki, Gülpəri Nurəddinə qarşı pisliklər edibdir. Amma hansı pislikləri etdiyini biz deməli mətnə əsasən müəyyən eləyə bilmərik. C bəndi. Rəhim nə səbəbə Rəhimənin vətəninə köçmüşdü? Yenə birinci abzasa nəzər yetirək. Deməli, Rəhim Nurəddinin atası mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonraları dəri alış-verişinə girişmişdi. İşinin xatiri üçün Buxaraya köçmüşdü. 3-4 ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı. Ancaq övladları qırılıb vərəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Axırda arvadının təkidi və təklifinə görə 6 ay idi ki, almalısını alıb, satmalısını satmış, Rəhmənin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib tərəqqiyə başlamışdı. Deməli, Rəhim nə səbəbə Rəhimənin vətəninə köçmüşdü? Çünki artıq orada qala bilmirdi, özünü xoşbəxt hesab etmirdi. Arvadı deməli təkid eləyir, ona təklif eləyir ki, onunla birlikdə deməli Rəhimənin vətəninə köçsün. Deməli, bunun da cavabı var. D bəndi. Rəhimə niyə Nurəddinin onların yanından ayrılmasını istəmirdi? Deməli, oğlum Nurəddin, budur bir həftədir sən bizdəsən. Mən o qədər şadam ki, özümü göydə hiss edirəm. Oğlum, hər nə istəyirsən verək, ancaq bizi atıb getmə. Kim bilir yenə başına nə gələcəkdir? Deməli, baxın, bu hissədə deməli, kim bilir yenə başına nə gələcəkdir cavabı verilmişdir. Deməli, yəni bu hissədə. Deməli, Rəhmən niyə Nurəddinin onların yanından ayrılmasını istəmirdi? Çünki Nurəddinin başına hansı belə deyək, problemlərin gələcəyini bilmirdi. Yəni, onun üçün, taleyi üçün narahat idi. Eyni zamanda bir yaxda qeyd etdiyimiz kimi onların övladı yox idi. Bununla da müəyyəndə əlaqələndirə bilərik. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Tünd hərflərlə verilmiş ifadələrdən hansında məcazlik işlənməmişdir? Deməli, bir baxaq. Rəhimin faytonunun vurduğu Nurəddin həkim təyin etdiyi vaxtdan da irəli sağalıb ayağa durdu. Deməli, buradakı ayağa durmaq, yəni sağalıb xəstəliyin bitməsi deməkdir. Ona görə də bu frazeoloji birləşmədir. Yəni, insanın normal ayağa durmasından fərqlidir. Burada məcazlik vardır. B bəndi, ah çəkmək. Deməli, deyək ki, qocalar ah çəkirdilər. Ah çəkmək frazeoloji birləşmədir. Nurəddin cavab verdi. Cavab vermək frazeoloji birləşmədir. Burada da məcazlik vardır. Ancaq qulluqçu adam nümunəsində isə hər hansı bir məcazlikdən söhbət getmir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Kursivlə verilmiş cümlədən irəliləyiş, inkişaf sözünün qarşılığını müəyyən edib cavab kağızına yazın. Deməli, kursivlə verilmiş cümləmiz burada işi rast gətirib tərəqqiyə başlamışdı cümləsidir. Bu cümlədə irəliləyiş, inkişaf sözünün qarşılığı tərəqqi sözüdür. Biz cavab kağızına deməli tərəqqi sözünü yazmalı idik. Hansı cümlədə huşunu itirmək frazeoloji birləşməsinin sinonimi işlənmişdir? Bildiyimiz kimi frazeoloji birləşmələrin sinonimini, antonimini, həmçinin onların amonimliyini müəyyən edərkən hər iki birləşmənin frazeoloji birləşmə olması məsələsinə fikir vermək lazımdır.
Deməli, A bəndində deyir ki, Balaş sağdır, sağdır, ürəyi döyünür, ancaq bayılmışdır deyə dilləndi. Deməli, burada bayılmaq sözü vardır, ancaq bu huşunu itirmə frazeoloji birləşməsinin izahıdır. Yəni, onun sinonimi ola bilməz. Bayaq qeyd etdiyimiz kimi, frazeoloji birləşmələrin sinonimi yalnız frazeoloji birləşmə ola bilər. B bəndi. Bu yerə dəymənin zərbindən zavallı uşağın ürəyi getdi. Deməli, ürəyi getmək, huşunu itirmək. Yəni, hər ikisi bayılmaq mənasını ifadə edir. Deməli, bu düzgün cavab olacaq. C bəndi. Oğlunun yerini demədiyinə görə döyülmüş bu ananı dəli olduğu üçün həbsxanada buraxmışdılar. Ümumiyyətcə, burada deməli, dəli olmaq var. Bu da təbii ki, huşunu itirməyin sinonimi ola bilməz. D bəndi. Onun uğur qazanmasını bir çoxlarının gözü götürmür. Uğur qazanmaq, gözü götürməmək, bunların heç biri huşunu itirmək frazeoloji birləşmə ilə yaxın mənalı ola bilməz. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Münbit sözünün fonetik təhlillə bağlı yanlış fikri müəyyən edin. Bildiyimiz kimi, sözləri fonetik təhlil edərkən ilk öncə onun düzgün tələffüz formasını müəyyən etməliyik. Münbit sözü münbit şəklində tələffüz olunur. Qaydamız var. Əgər n samitindən sonra m, b samitləri gələrsə, n samiti m kimi tələffüz olunacaq. Deməli, A bəndində deyir ki, səs və hərf tərkibi fərqlənmir. Yanlışdır, çünki n samiti m kimi tələffüz olundu. B bəndi saitlərin hər ikisi qapalı və incədir. Deməli, ü və i saitləri vardır ki, bunların hər ikisi qapalı və incə saitlərdir. Deməli, bu düzgün fikirdir. C bəndi cingiltili d samitinin kar qarşılığı, yəni t səsi işlənmişdir. Gördüyümüz kimi t səsi vardır. D bəndi samitlərdən ikisinin kar qarşılığı yoxdur. Bu da m samitləridir. Deməli, bu fikir də doğrudur. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı sözün leksik mənası yanlış verilmişdir? A bəndi mətləb, işin mahiyyəti, məğzi, məsələ. Bəli. B bəndi izdiham, tünlük, böyük insan kütləsi deməkdir. Bəli. C bəndi cahil, oxumamış, savadsız, avam, nadan. Bəli. D bəndi aqibət, başlama, başlanğıc deyil. Aqibət son deməkdir. Deməli, D bəndində aqibət sözünün leksik mənası yanlış verilmişdir. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. İşlədin sözündə vurğunun sonuncu hecada olduğunu nəzərə alaraq yanlış fikri müəyyən edin. Əvvəlcə bunu qeyd edək ki, işlədin sözünü biz iki formada düşünə bilərik. Deməli, siz işlədin, bir də sən işlədin. Əgər siz işlədin deyiriksə, iş sözün kökü lalə isimdən feil düzəldən şəkilçi. Buradakı bu d, t şəkilçisidir. Feildən feil düzəldən şəkilçi. İn isə şəxs sonluğudur. Bu olur əmr şəkli. Bir də sən işlədin, iş sözün kökü lə isimdən feil düzəldən şəkilçi. D zamanı da şəxs sonluğu. Bu da olur feilin xəbər şəkli. Deməli, siz işlədin deyiriksə, əmr şəklində vurğu olur ikinci hecada. Sən işlədin deyiriksə, vurğu üçüncü hecada olanda isə olur xəbər şəklində. Deməli, biz bu nümunə ilə bağlı, yəni xəbər şəklində olan işlədin sözü ilə bağlı yanlış fikri müəyyən etməliyik. A bəndində deyir ki, ikinci şəxsin cəminin şəxs şəkilçisini qəbul etmişdir. Biz də gördük ki, ikinci şəxsin cəminin yox, ikinci şəxsin təkinin şəxs sonluğunu qəbul etmişdir. Deməli, bu yanlışdır. B bəndi. Tərkibində zaman şəkilçisi işlənmişdir. D-di, du-di şəkilçisi zamandır. Xəbər şəklindədir. Zaman şəkilçisi olduğuna görə xəbər şəklindədir. İsimdən düzəlmiş feildir. Lalə şəkilçisi isimdən feil düzəltdi. Deməli, B, C və D bəndində verilən fikirlər doğrudur. A bəndində verilən fikir isə yanlışdır. Qarpızın ən irilərini maşına yığdı cümləsində işlənməmişdir. A bəndi yəlik halda olan isim. Deməli, qarpız sözün kökü yəlik hal şəkilçisidir. Deməli, bu işlənmişdir.
B bəndi ismin xüsusiyyətini qəbul etmiş sifət. İri sifəti, cəm şəkilçisi, al şəkilçisi və mənsubiyyət şəkilçisi qəbul etmişdir və deməli ismin xüsusiyyətini qəbul etmiş olur. C bəndi yalnız qrammatik mənaya malik olan söz ən sözü. Bu da işlənmişdir. D bəndi əmr şəklində olan sadə fiil. Yığ sözün kökü, D isə zaman şəkilçisi olduğuna görə bu fiil olur xəbər şəklində. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Verilmiş cümlədə şəxs əvəzliyi ismin hansı xüsusiyyətini qəbul etmişdir? Onların bu barədə fikirləri mehmanı qane etmədin cümləsində iki əvəzlik var. Onların və bu əvəzlikləri var. Bunlardan şəxs əvəzliyi onların sözdür. O sözün köküdür. Lar cəm şəkilçisi, ın isə yəlik hal şəkilçisidir. A bəndi mənsubiyyətə görə dəyişmişdir. Yanlışdır, çünki şəxs əvəzlikləri ümumiyyətcə mənsubiyyətə görə dəyişməz. B bəndi nəyin sualına cavab vermişdir? Onların fikirləri nəyin yox, kimin sualına cavab verər? Çünki nəyin sualı cansız anlayış bildirir. C bəndi yəlik hal şəkilçisini qəbul etmişdir. Bəli, onların fikirləri. Deməli, yəlik hal şəkilçisi qəbul etmişdir şəxs əvəzliyi. İkinci şəxsin şəxs sonluğunu qəbul etmişdir. Xeyr, bu da yanlış fikirdir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Yanlış fikri müəyyən edin. A bəndi yazasıyan fiili lazım şəklindədir. Doğrudur. İnkarı yalnız deyil sözü ilə düzəlir. Bəli. Çünki lazım şəklində olan sözlərin inkarı yalnız deyil sözü ilə düzəlir. Ümumi fikir doğrudur. Getməliyəm fiili vacib şəklindədir. Buradakı malıməli vacib şəklidir. İnkarı həm mamə, həm də deyillə düzəlir. Bu da doğru fikirdir. C bəndi oxuyaq fiilini iki müxtəlif şəkildə doğrudur və iki müxtəlif şəxsdə düşmək mümkündür, yanlışdır. Çünki oxuyaq sözü bütün hallarda deməli birinci şəxsin cəmində olan fiildir. Yəni oxu, aq. Bu oldu əmr şəkli. Birinci şəxsin cəmi. Biz oxuyaq. Bir digəri isə yenə biz kaş oxuyaq. Oxu, aq. Hər ikisində göründüyü kimi birinci şəxsin cəmində olur. Yəni şəxs dəyişmir. Şəkil dəyişsə də şəxs dəyişmir. Ona görə C bəndi deməli yanlışdır. D bəndi oxusan fiili gələcəkdə icra ediləcək işin müəyyən şərtlə bağlı olduğunu bildirir. Oxu sözün kökü, oxusa, isə şərt, nə də şəxs sonluğudur. Gələcəkdə icra ediləcək işin müəyyən şərtlə bağlı olduğunu bildirir. Bu da düzgün fikirdir. Deməli sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş nümunədəki çıxışlıq halda olan isimlərdən hansının səs və hərf tərkibi fərqlənmir? Deməli, nümunədə çıxışlıq halda olan sözlərimiz kömürdən, yarpaqdan, daşdan və buluddan sözləridir. Kömürdən sözünün yazılış ilə deyilişi fərqlənmir. Yarpaqdan sözü tələffüz olunur. Yarpaqdan şəklində. Daşdan sözünün səs və hərf tərkibi fərqlənmir. Buluddan sözü isə buluddan şəklində tələffüz olunur. Göründüyü kimi kömürdən və daşdan sözlərinin yazılış ilə deyilişi fərqlənmir. Bu da sualımızın B bəndində öz əksini tapmışdır. Hansı cümlədə altından xətt çəkilmiş sözün bu cür yazılması doğrudur? A bəndi elin ağzını bağlamaq olmaz. Deməli, ağız sözü mənsubiyyətə görə dəyişərkən qapalı sait düşür. Elin sözündəki iniyəlik hal şəkilçisidir. Ağızı sözündəki ı isə mənsubiyyətdir. Deməli, elin ağzını deyə bilmərik. Elin ağzı olmalıydı. Bu düzgün cavab ola bilməz. B bəndi. Çiynimdən elə bil dağ götürüldü. Burada çiyin sözü vardır. Çiyin sözü də ağız sözündə olduğu kimi mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman isaiti düşür. Yəni ikinci isaiti. Çiyin sözün kökü mənim çiynim mənsubiyyət olduğuna görə burada isaiti ola bilməz. Deməli, B bəndi düzgün cavab deyil. C bəndi. Oğlun yaxşısı vəfalı olandır. Oğul sözü yalnız mənsubiyyətə görə dəyişərkən, deməli, buradakı qapalı sait düşür.
Oğlun yaxşı nümunəsində oğul sözün kökü un yiyəlik hal şəkilçisi, yaxşısı sözündəki ı isə mənsubiyyətdir. Deməli, oğlun sözü yiyəlik hal şəkilçisi qəbul etdiyinə görə buradakı u saiti düşməli deyildi. Deməli, bu sözün yazılışı düzgündür. D-bəndi. Sinifin qabaqcıları mükafatlandırıldı cümləsində sinif sözü deməli, həm mənsubiyyətə görə dəyişərkən, həm də saitlə başlayan hal şəkilçiləri qəbul edərkən qapalı saiti düşən sözlərdəndir. İstəyir sinifin sözündəki in yiyəlik hal şəkilçisi olsun, istəyir mənsubiyyət olsun, buradakı i saiti ola bilməz. Burada yiyəlik hal qəbul edib, deməli, yenə burada i saiti olmalı deyildi. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Euler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Deməli, Euler-Venn diaqramda bizə çoxlu və 6-cı saylarla müqayisəsi verilmişdir. Biz cədvələ əsasən, yəni diaqrama əsasən doğru fikirləri müəyyən etməliyik. Deməli, 1. Qeyri-müəyyən miqdar sayıdır. Çoxlu qeyri-müəyyən miqdar sayıdır. 6-cı sıra sayıdır. Deməli, 1 düzgündür. 1-i götürəcəyik. 2. Özündən sonra işlənən isim həm təkdə, həm də cəmdə ola bilər. Deməli, həm çoxlu qeyri-müəyyən miqdar sayından sonra, həm də 6-cı sıra sayından sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilər. Deməli, 2 ortaq olmalıydı. Burada göründüyü kimi çoxlu sözünün altından verilmişdir. Ona görə 2-ni götürə bilmərik. 3. Quruluşca düzəltmədir. Deməli, çox sayından çoxlu sayı düzəlib, 6 sayından da 6-cı sayı düzəlmişdir. Deməli, ortaq xüsusiyyət kimi verilmişdir. Hər ikisi quruluşca düzəltmədir. 4. Ümumi qrammatik mənasına görə əşyanın adını bildirir. Bildiyimiz kimi əşyanın adını bildirən nitq hissəsi isimdir. Bunların heç biri isim deyil. 5. Əşyanın sırasını bildirir. Bəli, 6-cı sözü sıra sayıdır. Deməli, əşyanın sırasını bildirəcək. 1, 3, 5 olur ki, sualımızın düzgün cavabı. Bu da A bəndində öz əksini tapmışdır. Məqsədə çatmaq üçün həmin şeyi ürəkdən arzulamaq lazımdır cümləsindəki zərfin təhlilə bağlı doğru fikri müəyyən edin. Deməli, bu cümlədə zərf ürəkdən sözüdür. Deməli, bunun təhlilə, biz zərfin təhlilə bağlı doğru fikri müəyyən etməliyik. A bəndə deyir ki, quruluşca sadədir. Xeyr, ürək ismindən ürəkdən zərfi düzəlmişdir. B bəndi tərz hərəkət zərfidir. Sual veririk. Necə arzulamaq lazımdır? Ürəkdən. Deməli, tərz hərəkət zərfi işlənmişdir. Bu düzgündür. C bəndi nə qədər sualına cavab verir? Xeyr, nə qədər yox. Necə sualına cavab verir. Ona görə C bəndi ola bilməz. D bəndi xəbər şəklində olan feilə aiddir. Ürəkdən arzulamaq sözünə aiddir. Arzulamaq sözü isə göründüyü kimi məstərdir. Ona görə xəbər şəkli cavabı da yanlışdır. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. İti sözü hansı ifadədən əvvəl işlənsə zərf olar? İti sözü həm sifət, həm də zərf kimi işlənən sözdür. Əgər bu söz ismə aid olursa, olur sifət, feilə aid olursa, o zaman olur, deməli, zərf. Ülgüc ism olduğuna görə iti zərf yox, sifət olacaq. Balta ism olduğuna görə iti burada olacaq, deməli, sifət. Baxış ism olduğuna görə iti olacaq, sifət. Yerimək sözü feil olduğuna görə, deməli, iti sözü zərf olacaq. Yəni, yerimək feilinə aid olan iti sözü zərf olacaq. Deməli, sualımızın düzgün cavabı C bəndidir. O, kənddə işləyirdi cümləsindəki əvəzliyin hansı nitq hissəsini əvəz etdiyini müəyyən edərək cavab kağızına yazın. Əvvəlcə bunu qeyd edək ki, o əvəzliyi amonimdir, əvəzliyin 2 məna növünə daxildir. O, şəxs əvəzliyi var, o, işarə əvəzliyi var. Əgər o əvəzliyi ismi əvəz edirsə, deməli, ismi əvəz edirsə şəxsdir, sifəti əvəz edirsə, o zaman işarə əvəzliyidir. Və biz bu cümləyə baxdığımız zaman o əvəzliyi görürük ki, 2 cür düşünülə bilər bu cümlədə. Həm şəxs əvəzliyi kimi düşünə bilərik, həm də işarə əvəzliyi kimi düşünə bilərik. Ancaq biz burada bir məsələyə xüsusi fikir verməliyik, vergül məsələsinə. Buradakı vergül məsələsi bizə onu deməyə əsas verir ki, burada
şəxs əvəzli işlənmişdir. Yəni, o kənddə işləyir, sual verirəm. Kim? O. Yəni, kəndi işarə eləmirəm. Əgər vergül işarəsi olmasaydı, deyərdim ki, o kənddə işləyirdi. Başqa birisi o kənddə işləyirdi. Bu zaman sifəti əvəz eləyən işarə əvəzli olmuş olardı. Amma vergül işarəsi olduğuna görə burada deməli, şəxs əvəzli işlənmiş olur ki, bu şəxs əvəzliyi də ismi əvəz etmiş olacaq. Deməli, biz cavab kağızına isim sözünü yazmalıydıq və yaxud da ki, ismi əvəz etmişdir cavabını yazmalı idik. Mətnin məzmunu ilə əlaqəsi zəif olan cümləni müəyyən edin. A bəndi. Sardiniya Aralıq dənizində Siciliyadan sonra ikinci ən böyük adadır. Bu, mətnin ümumi məzmunu ilə bağlı olan cümlədir. Biz bunu mətnin məzmunu ilə əlaqəsi zəif olan cümlə kimi götürə bilmərik. B bəndi. Hər tərəfi su ilə əhatə olunmuş quru ərazisi ada adlanır. Bəli, deməli. Deyir ki, ada toz kimi incə ağ qumlu çimərlikləri, firuzəyi mavi dənizi, tarix və təbiət gözəllikləri ilə turistləri cəlb edir. Hər tərəfi su ilə əhatə olunmuş quru ərazisi ada adlanır. Yəni, ada sözünün tərifinin və yaxud da ki, bu terminin izahının mətndə verilməsinə heç bir ehtiyac yoxdur. Ona görə də bu cümlənin mətnin məzmunu ilə əlaqəsi zəifdir. C bəndi. Cagliari adanın ən böyük liman şəhəri və mühüm kurort bölgəsidir. Çünki mətndə Cagliari şəhərinə söhbət getdiyinə görə bu cümlə mətnin məzmunu ilə əlaqəlidir. D bəndi. Orta əsrlərə aid olan bu qala İspan işğalından qorunmaq üçün tikilib. Təbii ki, burada Fil qalasından söhbət gedir. Bu da təbii ki, mətnin məzmunu ilə əlaqəsi güclü olan cümlədir. Yəni, bu cümləni biz mətnin məzmunu ilə əlaqəsi olan cümlə kimi götürə bilmərik. Sualımızın düzgün cavabı B bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? A bəndi. Varlı turistlərin və elit təbəqənin tətil üçün üz tutduqları məkan necə adlanır? Olbiyanın şimalındakı sahil xətti Costa Smeralda adlanır. Bura varlı turistlərin və elit təbəqənin tətil üçün üz tutduqları məşhur bölgədir. Deməli, məkan Costa Smeralda adlanır. Bu sualın cavabı var. B bəndi. Fil qülləsi hansı məqsədlə tikilmişdir? Deməli, deyir ki, 2-ci əsrdə tikilmiş daha doğrusu Cagliari şəhərindəki Fil qülləsi Sardiniya adasındakı tarixi yerlərdən biri kimi diqqəti cəlb edir. Orta əsrlərə aid olan bu qala İspan işğalından qorunmaq üçün tikilibdir. Deməli, Fil qülləsi hansı məqsədlə tikilibdir? İspanların işğalından qorunmaq məqsədi ilə tikilmişdir. Bu sualın da cavabı var. C bəndi. Sardiniya adasında Cagliari və Olbia şəhərləri ilə yanaşı hansı şəhərlər yerləşir? Təbii ki, bu sualın cavabı yoxdur. D bəndi. Sardiniya adası hansı xüsusiyyətləri ilə turistləri özünə cəlb edir? Deməli, görürük ki, ada toz kimi incə ağ qumlu çimərlikləri, firuzəyi mavi dənizi, tarixi və təbiət gözəllikləri ilə turistləri cəlb edir. Deməli, incə ağ qumlu çimərliklər, firuzəyi mavi dəniz, tarix və təbiət gözəllikləri. Deməli, bu sualın da cavabı var. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Hansı ifadə nöqtələrin yerinə yazıla bilməz? Cagliari şəhərindəki Fil qülləsi Sardiniya adasındakı tarixi yerlərdən biri kimi seçilir. Tarixi yerlərdən biri kimi diqqəti cəlb edir. Tarixi yerlərdən biri kimi fərqlənir. Göründüyü kimi A, B və C bəndində verilən ifadələri biz nöqtələrin yerinə yaza bilərik. D bəndində mövcudluğunu itirmək ifadəsi verilmişdir. Oxuyaq. Cagliari şəhərindəki Fil qülləsi Sardiniya adasındakı tarixi yerlərdən biri kimi mövcudluğunu itirmişdir. Yəni, bu adi məsələdir ki, deməli, nöqtələrin yerinə yaza biləcək ifadə deyil. Ona görə sualın düzgün cavabı D bəndi olacaq. Mətnin tərkib hissələrinə əsasən uyğunluğu müəyyən edin. Deməli, Olbiyanın şimalındakı sahil xətti Costa Smeralda adlanır. Deməli, biz bunu görürük mətnin nəticə hissəsində. Deməli, A uyğun gələcək 3-ə. B bəndi. Cagliari Sardiniya adasının paytaxtıdır. Deməli, Sardiniyanın cənubunda yerləşən və adanın paytaxtı olan Cagliari köhnə şəhər mərkəzi ilə klassik tarix İtalyan ruhunun hiss olunduğu yerdir. Deməli, bu mətnin əsas hissəsinə aiddir. B uyğun gələcək 2-yə.
C. Sardiniya adasına daxili muxtariyyət verilmişdir. Deməli, İtaliyanın 20 regiondan, eləcə də xüsusi qanunla müəyyən dərəcədə daxili muxtariyyət verilən 5 bölgəsindən biri olan Sardiniya ölkənin ən məşhur turistik yerlərindəndir. Deməli, bu da göründüyü kimi mətnin giriş hissəsində öz əksini tapmışdır. Deməli, 1 C, 2 B, 3 A olacaq sualımızın düzgün cavabı. Bu da C bəndində öz əksini tapmışdır. Euler-Venn diaqramına əsasən hansı fikir sual işarəsinin yerinə yazıla bilməz? Deməli, Venn diaqramında Cagliari və Olbia şəhərlərinin müqayisəsi verilmişdir. A bəndi Sardiniyanın cənubunda yerləşir. Deməli, deyir ki, Sardiniyanın cənubunda yerləşən və adanın paytaxtı olan Cagliari. Deməli, Sardiniyanın cənubunda yerləşən Cagliaridir. İtaliyanın ən yaxşı botanika bağlarından biri burada yerləşir. Deməli, İtaliyanın ən yaxşı botanika bağlarından biri də məhz Cagliari'dədir. Bu da deməli bura aid olacaq. C bəndi çimərlikləri və tarixi abidələr kimi görməli yerləri ilə diqqəti cəlb edir. Mətnin ümumi məzmununa baxdığımız zaman görürük ki, həm Cagliari'də, həm də Olbia'da çimərliklər və tarixi abidələr vardır. Bu ortaq xüsusiyyətdir. D bəndi şimalındakı sahil xətti Costa Smeralda adlanır. Deməli, deyir ki, Olbia'nın şimalındakı sahil xətti Costa Smeralda adlanır. Deməli, bu da Olbia şəhərinə aiddir. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Kursivlə verilmiş cümlədən leksik mənası verilmiş sözləri müəyyən edərək ardıcıllıqla cavab kağızına yazın. Kursivlə verilən cümləmiz, deməli, Cagliari adanın ən böyük liman şəhəri və mühüm kurort bölgəsidir cümləsidir. Bizdən tələb olunur xüsusi əhəmiyyəti olan əhəmiyyətli sözünün qarşılığını müəyyən etmək. Deməli, xüsusi əhəmiyyəti olan əhəmiyyətli mühüm deməkdir. Müəyyən əlamətə görə seçilən ərazi sahəsi isə bölgə adlanır. Deməli, biz cavab kağızına ardıcıllıqla mühüm və bölgə cavablarını yazmalı idik.